İqtisadi zonadasınız. Hörmətli tamaşaçılar, bir neçə gün əvvəl Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya təsdiqləndi. Prezident İlham Əliyevin bu barədə imzaladığı sərəncama əsasən dövlət qurumlarına bir sıra tapşırıqlar verildi. Həmçinin qeyd olundu ki, strategiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi həyata keçirilsin. Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya hazırlanması hansı zərurətdən irəli gəlirdi? Əsas məqsəd burada nədir və sənədin icrası bundan sonra nəyi dəyişmiş olacaq? Bütün suallarımızı 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərova ünvanlayacaq. Axşamınız xeyirli olsun. Fariz müəllim, xoş gəlmisiniz. Xoş gördük. Fariz müəllim, istəyərik əvvəlcə bu qərarın, strategiyanın mahiyyəti haqqında məlumat verəsiniz. Misal üçün, bu sənəd ölkə üçün, iqtisadiyyat üçün, biznes üçün və vətəndaş üçün nəyi dəyişmiş olacaq və praktikada bu strategiya haqqında məlumat verməli olsaq, biz nəyi başa düşmüş olacağıq? Cənab Prezident tərəfindən qeyd etdiyiniz kimi 10 dekabr tarixində Azərbaycanın rəqəmsal inkişaf strategiyası 26-29-cu illəri əhatə edəcək dövrdə imzalanmışdır. Və bu strategiyada 9 ana xətt var və 9 ana xəttdən əlavə də 50-dən çox tədbirlər nəzərdə tutulmuşdur. Ümumiyyətlə, layihənin hazırlanması təqribən 2 ilə yaxın bir müddət çəkib və bu 2 ilə yaxın müddətdə 250-dən çox şirkətlərlə sorğular keçirilib. Dövlət özəl təşkilatlarla, vətəndaş qurumlarla, beynəlxalq təşkilatlarla konsultasiyalar, məsləhətləşmələr aparılıb və müasir trendlərin tələblərinə uyğun olaraq hazırlanıb. Məqsəd ondan ibarətdir ki, bugünkü reallıqda rəqəmsallaşmanı və texnologiyanı ümumi məqsəd kimi yox, iqtisadiyyatı dəyişən bir alət kimi ifadə olunsun və bu strategiyada artıq bu texnologiya və rəqəmsallaşma Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, bizneslərin yeni texnologiyalarla bir növ silahlandırılması, vətəndaşlarımızın bilik və bacarıqlarının 4-cü Sənaye İnqilabı dövrünə uyğunlaşdırılması, yeni səriştələrin gətirilməsi, startapların dəstəklənməsi, xarici investisiyaların Azərbaycana bu istiqamətdə cəlb olunması, startapların maliyyə mexanizmlərinin əlçatanlığının artırılması üçün crowdfunding və eyni zamanda venture fondların formalaşdırılması, sahəvi xaricdə təhsil proqramlarının formalaşdırılması, universitetlərdə innovasiya klasterinin yaradılması, sənaye və startaplar eyni zamanda elm arasında əlaqənin daha da gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə beynəlxalq konferansların keçirilməsi, tədbirlərin təşkil olunması, yəni ümumiyyətlə bir işin təşkili üçün, bir fəaliyyət sahəsinin inkişaf etdirilməsi üçün zəruri olan bütün addımlar sistemli şəkildə bu rəqəmsal iqtisadiyyatın inkişafı strategiyasında öz əksini tapıb. Bütün sahələri əhatə edir və 2029-cu ilə qədər vaxt var. Təbii ki, burada belə bir məqam yaranır. Bütün bunları reallaşdırmaq üçün insan potensialı, kadr potensialı varmı? Əmək bazarında bu strategiyanın yaranması və tətbiqi nəyi dəyişmiş olacaq? Bizim buna cavab verə biləcək kadr potensialımız, gənclərimiz və deyək ki, ümumiyyətlə işçi qüvvəmiz varmı? Dünya İqtisadi Forumunun hesabatlarına görə müasir texnologiyalar təqribən 90 milyona yaxın iş yerini bağlayacaq gələcək bir neçə il ərzində 2030-cu ilə qədər, amma eyni zamanda bir 180 milyona yaxın yeni iş yeri yaradacaq. Amma yeni yaranan iş yerləri yeni səriştə və bacarıq tələb edir. Və bu sənəddə də insan kapitalının inkişafı və əmək bazarının uyğunlaşmaqla bağlı bir sıra tədbirlər nəzərdə tutulub. 2029-cu ilə qədər 40 mindən çox insanın rəqəmsal bacarıqlara yiyələnməsi ilə bağlı proqramlar nəzərdə tutulub. Eyni zamanda universitetlərdə, digər təhsil ocaqlarında proqramların müasir tələblərə uyğunlaşdırılması, xaricdə təhsil proqramı sahibi olaraq qısa dönəm insanların səriştə və bacarığını artırmaq üçün dövlət tərəfindən proqramlar. Hətta ən maraqlısı odur ki, Azərbaycan vətəndaşlarının müxtəlif sahələr üzrə aldıqları beynəlxalq sertifikatların maliyyələşdirilməsinin dövlət tərəfindən qarşılanması ki, qısa dönəm ərzində Azərbaycanda müxtəlif sahələr üzrə beynəlxalq yüksək ixtisaslı kadrlarımız formalaşa bilsin. Bundan başqa kiçik və orta biznesin, çünki rəqəmsallaşdırdığımız zaman onların işçilərinin də bilik və bacarıqları dəyişməlidir. Onlar üçün xüsusi təlimlər nəzərdə tutulur. Bu illəri icra olunan artıq gələn ildə davam etdirilməsi nəzərdə Coursera layihəsinin və digər belə onlayn platformaların Azərbaycanda geniş vüsət almasına planları var. Startaplar üçün xüsusi təlim proqramları nəzərdə tutulub. Eyni zamanda dünyanın ən qabaqcıl texnologiya şirkətləri ilə birgə bootcamplar, yəni xüsusi sahəvi ixtisaslı təlim, workshoplar, seminarlar və s. keçirilməsi planlaşdırılıb. Yəni
əmək bazarı, elm, kadr və karyera mövzusunda təqribən 20-dən çox belə bir tədbir var. Nəzərə alsaq ki, ümumi strategiyada 50-yə yaxın təşəbbüs var. Bunun böyük bir əksəriyyəti insan kapitalının inkişafı ilə bağlıdır. Bu əslində gənclər üçün də böyük bir çağırışdır, həm də bu strategiyanın imzalanması qısa ifadə etsək və biznes və real sektor üçün hansı imkanlar yaranmış olacaq? Ümumiyyətlə, biznes üçün əsas problemlər bir çox hallarda şirkətlər rəqəmsallaşmaq istəyir, yeni texnologiyalar tətbiq etmək istəyir, effektivliyini artırmaq istəyir, amma bunu necə, nə cür etməyi əsas suallardan biridir. İqtisadiyyat Nazirliyi tərəfindən və 4-cü Sənaye Təhlil və Koordinasiyası mərkəzlərində xüsusi bir proqram artıq başlanıbdır və bu strategiyada da bu proqram daha da genişləndiriləcək. Proqramın adı Rəqəmsal Transformasiya Dəstək Proqramıdır. Artıq bu proqramdan Azərbaycanda 15-ə yaxın şirkət yararlanıbdır. Onlara həm istehsal xəttlərinin yenilənməsi, biznes proseslərinin yenilənməsi, texnoloji alətlərin tətbiqi, eyni zamanda insan kapitalının inkişaf etdirilməsi və paralel olaraq da yaşıl və dayanıqlı inkişaf yol xəritələri verilir. Və bundan sonra da kiçik və orta bizneslər üçün ölkəmizdə xüsusi Sənaye 4.0 yeni nəsil texnologiyalar mərkəzinin yaradılması da planlaşdırılır ki, bu mərkəzdə də gör, öyrən, test et və paylaş modeli olacaq ki, orada həm reala bənzər istehsal xətti qurulmaqla 4-cü sənaye inqilabı texnologiyaların tətbiqi ilə bir biznes daha yaxşı necə idarə oluna bilər, o istiqamətdə həmin kiçik orta biznesin təmsilçilərinə təlimlər veriləcək, orada startaplar onlar üçün müəyyən xidmətlər təklif edəcək və s. Bununla yanaşı kiçik və orta bizneslər üçün müxtəlif texnoloji proqram təminatlarının dövlət tərəfindən təmin olunması və bu istiqamətdə özəl sektorun bu proqram təminatları hazırlayıb digər özəl sektor təmsilçilərinə təqdim etməsi və bu məqsədlə xüsusi bir portalın yaradılması da planlaşdırılır ki, Azərbaycanda vətəndaşlarımız tərəfindən təqdim olunan bütün proqram təminatları, bütün alətlər, texnoloji yeniliklər orada əks olunsun və onlar onu görsünlər. Bununla yanaşı elektron ticarət sistemlərini Alibaba, Amazon, Trendyol və sair beynəlxalq şirkətlərin platformalarına Azərbaycanlıların öz məhsullarını satması, təqdim etməsi üçün inteqrasiyası eyni zamanda planlaşdırılır. Paralel olaraq da strategiyanın icrasında dövlət büdcəsi ilə yanaşı böyük bir hissə dövlət özəl tərəfdaşlığı çərçivəsində həm Azərbaycana, həm də xaricdən investisiyaların cəlb edilməsi ilə deməli bu layihələrin icrası planlaşdırılır və bu qədər rəqəmsallaşma, bu qədər alətlər təbii ki, öz-özlüyündə məlumat mərkəzləri, data centerlər tələb edir ki, həmin şirkətlər öz rəqəmsallaşma alətlərini o mərkəzlərdə yerləşdirsinlər. Bu məqsədlə də Azərbaycanın yeni nəsil data centerlərin yaradılması, dövlət özəl tərəfdaşlığı prinsipi ilə qurulması da sənəddə əsas diqqət yetirilən məqamlardan biridir. Və Fariz müəllim, süni intellekt, data və dövlət idarəçiliyi. Dövlət idarəçiliyində bu texnologiyaların tətbiqi qərarların verilməsinə, şəffaflıq məsələlərinə necə təsir göstərmiş olacaq? Strategiyada bir sıra layihələr nəzərdə tutulub. Bunlardan biri iqtisadi sahələr üzrə generativ süni intellektin Azərbaycan dilində dil modellərinin yaradılması planlaşdırılır. Həm vergi sahəsində, həm əmlak sektorunda dil modelləri. Təbii ki, biz Azərbaycanlı kimi düşünən və Azərbaycan dilini anlayan bir texnoloji alət yaratmalıyıq ki, o texnoloji alət daha sonra bizimlə danışa bilsin. Bizim verdiyimiz tapşırıqları həll etsin, ona uyğun müəyyən yeni məhsul və xidmətlər yaratsın. Bu baxımından belə bir alətin yaradılmağı olduqca vacibdir. Bununla yanaşı normativ baza da olduqca vacibdir və normativ baza ona görə vacibdir ki, bir çox texnoloji həllər sürətli tətbiq oluna bilsin. Bu baxımdan sənəddə önəmli tədbirlərdən biri də sandbox dediyimiz test mühitlər üzərindən müasir texnologiyaların tətbiq edilə bilməsi, yeni startapların və bizneslərin yaradılmasını təşviq etməkdir və biz düşünürük ki, bütün bu sistemli yanaşma, bütün bu əlaqəlilik Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə, rəqabət qabiliyyətinin yüksəlməsinə, bizneslərin effektivliyinin artmasına, dövlət qərarlarının daha çevik və sürətli olmasına və vətəndaşların yüksək ixtisaslı, yeni bacarıqlara əsaslanan bilik və bacarıqlar əldə etməsinə olduqca böyük töhfə verəcək. Aydındır Fariz müəllim, çox minnətdarıq. Bu onu göstərir ki, qarşıdakı dövrdə çox çevik qərarların verilməsi bizim həyatımıza, iş həyatımıza, gündəlik həyatımıza çox ciddi təsir göstərəcək. Sizə də və hər kəsə də uğurlar arzulayırıq, sizinlə sağollaşırıq. Çox sağ olun, təşəkkür edirəm.